Üçüncü ixtisas qruplarla bağlı bir məqamda qeyd etdim ki, sizin 150 ballıq seçim edə biləcəyiniz ixtisaslar var. Bunlar muzey işi, arxiv işi və abidələrin qorunması, həmçinin sosial iş ixtisasıdır ki, 150 bal tələbi qoyulub. Bu ixtisasları ödənişsiz yazmaq üçün ümumi 200 balı ayrıqda blokdan 100 bal keçmək şərtdir. Amma ixtisasın keçid balı ümumi müsabiqə şərti fərqli anlayışdır. Hər hansı bir ixtisasda keçid balının 150 olması həmin ixtisasa 150 balla qəbul olmaq anlamında heç vaxt düşünülmür. Bundan əlavə 3-cü ixtisas qrupunda İlahiyyat Universiteti ki var ki, həmin universitetdə də İslamşünaslıq ixtisası var və o da 150 ballıq ixtisaslar siyahısına daxildir. Biz 150 ballıq ixtisaslara baxanda elə ən az bal həmin universitetdə və həmin ixtisasdadır. Keçən il həmin ixtisasın balı 172.9 bal formalaşmışdı. Amma burada bir şey var ki, qabiliyyət imtahanı var. Qabiliyyət imtahanından söz düşmüşkən jurnalistika, memarlıq və ilahiyyat ixtisaslarının qabiliyyətinə qeydiyyat ikinci blokun cavabı çıxan kimi başlayacaq. Bu ixtisaslarda qabiliyyət imtahanına hazırlaşmaq lazımdır. İstər ilahiyyat olsun, istər jurnalistika, istərsə memarlıq. Əgər siz jurnalistikanın qabiliyyət imtahanına hazırlaşmaq istəyirsinizsə, bizimlə də əlaqə saxlaya bilərsiniz. 10 dərsə, belə deyək, yüksək səviyyədə hazırlaşıb imtahanda iştirak edə bilərsiniz. Bu dediklərim 3-cü qrupla bağlı qısa məlumat idi. Ətraflı məlumat üçün 051 346 14 38 mobil nömrəmin WhatsApp-ına yaza bilərsiniz. Uğurlar!